Jurnalist Ekspert Mərkəzinin Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışlarının kütləvi informasiya vasitələrində ictimai müzakirəsi adlı layihəsi davam edir. 3 ay müddətində həyata keçiriləcək layihənin məqsədi Prezident İlham Əliyevin alimlərə ünvanladığı tövsiyə və tapşırıqları ictimailəşdirmək və cəmiyyətin inkişafında elm adamlarının rolunu artırmaqdır. Layihə çərçivəsində alimlərin iştirakı ilə dəyirmi masalar təşkil olunur və Jurnalist Ekspert Mərkəzində ötən müddət ərzində 10 mövzu ətrafında dəyirmi masa keçirilib. Növbəti dəyirmi masada Azərbaycan multikulturalizmi ilə bağlı alimlərlə görüş keçiriləcək və yekun nəticədə Prezidentin çağırışına adekvat olan təkliflər müvafiq dövlət qurumlarına göndəriləcək. Çox gözəl, çox səmərəli təkliflər verir bizim alimlər. Sonda layihənin son nəticəsi olaraq biz bütün təklifləri toplayıb, bunu müvafiq qurumlara ünvanlayacağıq. Layihənin məqsədi, məğzi bundan ibarətdir. Cənab Prezidentin çağırışını alimlərin iştirakı ilə ictimailəşdirmək və bu ictimailəşən təklifləri müvafiq qurumlara təqdim edərək onların həyata keçməsinə nail olmaq.